Salam dostlar, kanalıma xoş gəldiniz. Bugünkü videoda biz Meta Ray-Ban display eynəklərini test eləməyə gedəcəyik. Deməli, bir 2-3 həftə bundan əvvəl Meta'nın, yəni Facebook'un yeni eynəkləri tanıtıldı. Ray-Ban brendi ilə. Hal-hazırda mənim gözümdə gördüyünüz eynəyin eynisinin sadəcə yeni versiyası çıxdı və bu yeni versiyada ən üstün, ən belə vacib özəlliklərdən biri olan ekran gəldi. Hansı ki şüşədə projektor kimi balaca bir ekran olacaq və bu ekrandan da siz müəyyən şeyləri görə biləcəksiniz. Məsələn, bunlara xəritə daxildir və ya hər hansı bir kontent görə bilirsiniz. Sadəcə bunu belə deyək də sizə bir növ kömək eləsin deyə əlavə olunan bir funksiyadır. Mən də əvvəldən başvurmuşdum. Blogerlar, influencerlar və ya texnoloji ilə maraqlanan insanlar daha əvvəldən başvurub appointment alırlar, yəni görüş alırlar və bu görüşdə siz eynəklər satışa çıxmadan öncə test eləmək imkanı əldə edirsiniz. Bu görüşlərdən biri də hal-hazırda getdiyim Meta görüşüdür. Belə deyək, Meta appointment rezervasiyası almışam. İndi gedəcəm onu test eləməyə. Başvuranda bir neçə şeylər var idi ki, onları istədi. Bunun ən önəmlisi gözünüz əgər gözünüzdə hər hansı bir zəyli varsa, uzağı və ya yaxını görmə probleminiz varsa, ya dedilər ki, linza istifadə edirsinizsə, linza taxıb gəlin. Yox, əgər linza istifadə eləmirsinizsə, onda məsləhət olar ki, sizin o həkim verən, eynək razmerlərini verən prescription, həkim resepti Azərbaycan dilində desə, resept kamera öz-özünə gedir ora-bura. Həkim reseptini gətirib gəlir. Mən də götürmüşəm həkim reseptini. Həm şəkli var idi zaten, həm də ki, belə kağızın özünü də print edib götürmüşəm ki, problem olmasın. Gedək görək necədir. Bu arada getdiyim yer Best Buy-dır. Best Buy Amerikanın bir növ Contact Home kimi və ya Baku Electronics kimi, bilmirəm, indi yeni Maxi yazı idi, nə idi, belə yeni mağazalar var idi. Yəni bunlar kimi texnologiya, yəni texnoloji avadanlıqlar mağazasıdır. Ora gedəcəm. Orada eynəyin yaşadığım şəhərdə sadəcə bir yerdə verirlər və bu həmin yerdə o dediyim Best Buy-dır. Belə, gedək görək nə olur. Hal-hazırda 25 dəqiqə yolumuz qalıb. Görək necə olacaq. Best Buy buradır hal-hazırda. Saat 7-yə 10 dəqiqə qalıb. Axşam saat 7-də də appointmentim. 10 dəqiqə tez gəldim ki, görək nə deyirlər. Setup edirlər. So I was wondering, do you have a prescription? Okay, if we want a prescription here, so how we buy it? Oh, well, they said like on the thing, just bring your glasses. I got it. Yeah. Or you can bring also your prescription thing. Yeah. Put it in there. Okay, hey man, how you doing? What's going on, guys? Good. Let me just get you guys checked in here. Sorry about the wait. Yep. We just had a major influx of people come in at once. Yeah. Things started overlapping. We can buy it today, right? Yeah. I just don't have any in stock, but I can order them and have them shipped to the house. Okay. Do Okay. you have a prescription? I do. You do? Do you mind if I take a look at it? Yeah. Do you mind leave it this side? I have a camera here, or you can move it. It's fine. It's fine. It's up to you. What hand is your dominant hand? Right hand? Yeah, right. Do you mind rolling up your sleeve a little bit? So I'm gonna get you sized up for the narrow band itself. Pop this going on. And you want it to sit right above your wrist bone. You don't want it to be too tight. So Okay, that's good. So slide like that. These guys down real quick. I see you have glasses on now too, so you Yeah. kind of already are familiar with how they generally operate. Yep. But I'll have you pop these guys on, see how they feel. Is that the smaller one or? These are the standards. And I have a mirror right here on that under that. Yep, that's what I'm looking for. Can I see the other one? Yeah. This is good size, I believe. Yeah.
Because mine is large. Oh, you have the large ones now? Yeah, but I want to see the house there. Is there any feature difference between the large and The main thing is going to be the arm pieces right here get a little bit longer on that one. But the actual and the front battery size, everything is the same? stays the same. Yes, sir. You know, I think that's a, Feels the most comfortable? yeah. This is better. One more. I think let me double check real quick. Yeah, I will check. I will get this one. I'll get the large one. And I will check it. Okay, I'll get that one. I can compare that when I order it. Oh, yeah. Okay, yeah, I'll use this one. Alrighty. And then What do you do with the prescription? Like, the prescription, so they are custom manufactured with the prescription in them. Swipe to the left. And then you'll see brightness. okay. It does get pretty bright. It's 5,500 nits. Let's use your middle, that one. Maybe I need to. Okay, no. I want to see how it look like. Tilt your head up a little bit. Might be able to see it. Oh, I think this one. Yeah, it's not visual. That's good. You can see like the world's. It's like a reverse image of it. Yeah. It's also very faint, and you have to be like actively staring for it. Okay, yeah. I've worked with these glasses for some time now, so I'm used to looking at it and kind of being critical. But for general everyday use, you can. Okay. Yes, sir. That's good. So, That's all right. yes, sir. As of right now, they're making an app store. I don't know 100% yet. Okay. There's been talks about it. So. Okay. Upload and blah blah blah. Okay. Sir. I think we're good. So I can continue from here, right? Yes, sir. Yeah, you can All right. continue from there. If you want to just hang tight kind of in the general area, if you have any issues, come back and see me. Okay, sounds sir. good. Thank you so much. Of course. Thank you, bro. Good luck. And you were the 7:30 as well. Let me go ahead and get him set up real quick on the prescription. Deməli dostlar, hal-hazırda test elədim eynəyi. Eynəklə bağlı fikirlərimi demək istəyirəm. Eynək bu arada bu arxamda gördüyünüz mağazadır Best Buy. Eynək qəşəng eynəkdir. Eynəklə bağlı heç bir problem yoxdur demək olar ki. Amma bir neçə müsbəti, mənfisi var, onu qeyd eləmək istəyirəm. İlk öncə deyim ki, almaq üçün gəlmişdim bugün, amma burada yoxdur hal-hazırda. Bunu sifariş eləyəndə mənim istədiyim razmer olan eynək gəlir ayın dekabrın 12-si. Amma dekabrın 12-si gəlir. Yox, əgər mənim istədiyim razmerdən biraz kiçik olan razmer var. Bu arada ikisi şəkildə qoyacağam bura. Baxarsınız hansı daha yaxşıdır, hansı yaraşır. Mən elə onu sifariş eləyərəm bəlkə. Amma başqa bir şeylər də deyəcəm. Nəysə, yəni eynəklərin razmerinə görə birisi ayın 14-ü gəlir, bu ayın 14-ü. Birisi də, yəni bugün sifariş eləsəm, birisi də dekabrda gələcək. Bu belə bir problemi var. Bundan əlavə başqa bir problemi var ki, o da nədir? Prescription, yəni bayaq dediyim kimi. Mənim bu eynəyimdəki o ölçü, hansı ki mən kənarı görmək üçün, uzağı görmək üçün də əsas eynək istifadə edirəm. Amma mən bu eynəyi istifadə eləyəndə, bugün istifadə eləyəndə gördüm ki, mən yaxın, bu məsafədə də yaxşı görmürəm. Çünki məndə astigmatizm var. Gözdə bağlı problemi olanlar yəqin ki, bilir astigmatizm nədir. Elə bir ki, bir şeyi iki dənə görürsən, yəni blur görürsən, belə necə deyək, toran.
toran görürsən, bu astigmatizmdir. Astigmatizm olanda da yaxşı görmürsən eynəksiz. Mən eynəksiz eynəyin şüşəsinə baxırdım. Çünki bütün hər şey eynəyin şüşəsində göstərirdi. Və ora baxanda mən tam net görə bilmirdim. Bu mənim gözümlə bağlıdır. Buna görə bir balaca sifariş eləməyə qorxdum. Çünki mən sifariş eləyəcəm, eynəyin qiyməti $1000 bu arada. Sifariş eləyəcəm, gələcək, mən görəcəm ki, eynək kimi istifadə eləyəndə yaxşıdır, amma yox, mən yaxını görmək istəyirəmsə, lazım olanda o yaxını görməyim üçün mənə problem yaradacaq. Çünki mən görə bilməyəcəm, yəni istədiyim effekti almayacam. Bu belə. Bundan əlavə eynək ilə bağlı bir neçə dənə şey deyəcəm. Eynək 8 saat zaryadka saxlayır. Nəyə görə birinci zaryadkadan başlayıram? Çünki hal-hazırda istifadə elədiyim eynəyin zaryadkası 3 saat saxlamır. Kamera çəkəndə vəbşi bir 15-20 dənə 1 dəqiqəlik videolar çəkdikdə bitir artıq. Amma bu yenilərdə bu 1 dəqiqəni uzadıblar, 3 dəqiqə eləyiblər. Amma yenə də kamerada, videoda bu zaryadka çox önəmlidir. Çünki bu batareyaları dəyişdirmək olmur və çıxartaq, çünki bunu mən gündəlik istifadə elədiyim eynəkdir, çıxartaq problem olur. Bu belə. Başqa eynəyin bir balaca böyüklüyü bundan, mənim eynəyim görürsünüz ki, aşağı hissəsi tamamilə boş qalır. Bu yarıdan aşağısı boşdur. O eynəkdə aşağı hissə boş qalmır, amma o hissəni elə bir ki, yuxarını da aşağını da çərçivə ilə doldurublar. Burada görürsünüz, nazik idi çərçivə, amma onda biraz qalındı çərçivə. Yenə də şəkilləri qoyanda baxacaqsınız. Belə, başqa Ray-Ban'ın eynəklərinin açığı, bu belə bir eynəyi çoxdan gözləyirdim. Ümumiyyətlə, bu mənim, bu belə deyək də, uzun müddətdir ki, belə bir şey gözləyirdim. Amma wow-dır mı? Deyil. Nəyə görə wow deyil? Bir də onu deyim ki, mən Facebook, Instagram çox istifadə eləməməyə çalışıram. Ümumiyyətlə istifadə eləməməyə çalışıram. Bunlar da appin üzərində işləyir. Oğlanla söhbət edəndə aydın oldu ki, bunlar proqram üzərində işləyir. Yəni, orada proqramlar da var idi bu arada. Instagram Messengeri, Facebook'un Messengeri. Bu Messengerlərdən əlavə bunlar çox güman ki, bu həmin yerə storylər, yavaş-yavaş o Reels'lar da qoyacaqlar. Yəni, videoları gedə-gedə baxmağa başlayacaqsan. Bu, yəni, həyatımızın içinə soxurlar bir tərəfdən. Üzr istəyirəm, biraz kobud danışdım, amma yəni, bunu mən uzaqlaşmaq istədikcə bunu daha da yaxınlaşdırırlar və bu Facebook'un user interface deyirlər də, istifadəçi bu interfeysini istifadə eləmək istəmirəm. Çünki onların o interfeysindən xoşum gəlmir. Apple olsaydı ya da Android olsaydı, Android'i istifadə eləmək olardı, müəyyən proqramları yükləyə bilərdi. Amma yenə də proqramlar gələcək zamanlar, bunlar düzələcək. Bir balaca hələ ki gözləməyi düşünürəm. Tələsmək istəmirəm. Nəyə görə tələsmək istəmirəm? Bəlkə yeni versiyası çıxdı, biraz fərqli bir şey ola bilər. Elə bir ki, bu ilk prototipdir, ilk modeldir və ilk model çıxanda həmişə ətrafın geri dönüşləri olmadan çıxarıblar. Sadəcə bir neçə adamın. Amma bu indiki, yəni bundan sonraki ikinci versiyasını çıxardığında bu eynəyin, bu ətrafdakı insanların geri dönüşlərini nəzərə alacaqlar və onun əsasən çıxaracaqlar. Hələ də fikirləşirəm, amma çox güman ki, bir balaca gözləyəcəm. Zaten dekabra kimi gəlməyəcək mənim eynəyim, amma bir balaca gözləyəcəm, biraz araşdıracam. İstifadə edən insanların videolarına baxım, araşdırım, Redditdə rəylərinə baxım, görüm bunlar nə fikirləşirlər. Bunların geri dönüşləri nədir? İstifadə edənlərin. Çünki balaca razmeri olanı gələcək bu yaxınlardan. Nəysə, yəni istifadə, alım-almayım arasında hələ ki qalmışam, amma almamağa daha çox önəm verəcəm. Görək necə olur. Yeni proqramlar gəlsin, görək necə olur. Çünki xəritə açıb mənim üçün. Xəritə baxıram ki, Facebook'un xəritəsidir, Google deyil. Mən Google işlədirəm məsəl üçün. Bunu əlavə olaraq Google'un xəritəsi gələcəkmi? Çünki velosiped falan sürəndə o biraz yardımcı ola bilər o xəritə. Yəni o biraz yaxşı bir fikirdir. Google'un heç nəyi yoxdur, Apple'ın heç nəyi yoxdur. Biraz bir balaca belə ikiləmdə qalmışam. Siz nə düşünürsünüz? Necə bir fikir bildirirsiniz? Eynəyi bu arada sizə detallı
yəqin ki bir alıb nümunə üçün video çəkəcəm. Əgər istəyirsinizsə, rəylərə yazın. Əgər xoşlasanız, eynəyi görmək istəsəniz, sizin üçün alıb detallı videolar çəkəcəm. Bu eynəyi də bundan əvvəlki bağlanan kanalımda çəkmişdim. 2019-da 20-də almışdım bunu. Ya da 21-də, yadımda deyil neçənci ildə almışdım. Amma bir 4-5 il var, bunu alanda video çəkmişdim. Belə. Sizin üçün açığı, həm özüm üçün gəlmişəm bunu eynəyi görməyə, həm də sizin üçün bir kontent yaratmaq üçün gəlmişəm. Videonun əvvəlində də gördünüz, 35-37 dəqiqəlik yol idi. Gəlmişəm indi, yenə də eyni yol qayıdacağam. Bir əməyimə like məncə düşər. Sağ olun, özünüzə yaxşı baxın.